Ümumi olaraq, qayda olaraq yadınızda saxlayın. Yəni, ixtilaf icazəli deyil. Parçalanmaq icazəli deyil. Dəstələrə bölünmək icazəli deyil. Yəni, bunu qayda olaraq yadınızda saxlayın. Çünki İslam dini bizə bunu qadağan edib. Və burada ixtilaf dedikdə, qardaşlar, yəni İslamın əsasları ilə bağlı olan məsələlərə aiddir bu. Misal üçün, yəni deyək ki, insanlar Quranda ixtilafa düşsünlər, axirət günü ilə bağlı məsələlərdə ixtilafa düşsünlər, Allahın ad və sifətləri ilə bağlı məsələlərdə ixtilafa düşsünlər. Yəni bunlar belə bir şeylərdə, İslamın əsasları olan məsələlərdə müsəlmanlar ixtilaf etməsi icazəli deyil. Parçalanması icazəli deyil. Dəstələrə bölünməsi icazəli deyil. Yəni İslam dini sənə nəyi əmr edirsə, hansı əsası necə yaşamağı əmr edirsə, o formada yaşamalısan ki, ixtilafa düşməyəsən, parçalanmayəsən, cəmaatlara bölünməyəsən. Çünki ixtilaf olan bir yerdə, parçalamalar baş verən bir yerdə, orada birlik ola bilməz, orada bərəkət ola bilməz, orada mehribançılıq ola bilməz. Çünki ixtilaf nəyə aparır? İxtilaf daimən düşmənçiliyə, kin, buğza, yəni bu kimi şeylərə aparır ixtilaf. İxtilaf aparır insanlar, müsəlmanların arasında soyuqluğa aparır. İxtilaf insanları düşmənçiliyə aparır. Müsəlman bu kimi addımlardan, bu kimi düşüncələrdən kənar qalmalıdır. Yəni o məsələ ki, yəni o sözü desəm, bu hərəkəti etsəm, ixtilafa səbəb olacaqsa, o zaman o sözdən kənar qalırsan. O düşüncədən kənar qalırsan. Yəni hər hansı bir düşüncə, yəni sələfə uyğun olmayan bir düşüncə, sələfin mənhəcinə uyğun olmayan hər hansı bir düşüncə parçalanmağa aparan bir düşüncədir. Parçalanmağa aparan bir yoldur. Müsəlman daima bu şeylərə diqqət etməlidir ki, birliyi qorumalıdır. Çünki İslamın əsaslarından nədir? Birlikdir. İslam dini bizə birliyi əmr edir, parçalanmağa əmr etməyir. Necə olur ki, birliyi əmr etdiyi halda buna önəm vermirik, amma parçalanmağa gəldikdə isə rahatlıqla parçalanırıq, rahatlıqla dəstələrə bölünürük, rahatlıqla cəmaatlara bölünürük, rahatlıqla bir-birimizə adlar qoşuruq. Amma o ilə bərabər İslam dini bizə bir olmağı, parçalanmamağı və cəmaatlara bölünməməyi əmr edir.